Salam dostlar. Deməli, Qarabaxa yola düşürük. İndi son nöqtəsi Şuşa şəhəridir. Bu video çəkmək məqsədi odur ki, yəni adam var fikirləşir ki, ayda getmək istəyirəm. Yəni nətər olacaq, necə olacaq, qiymətlər nədir, sağ qaydaramı? Yəni heç bir narahatçılıq olmasın. Ümumiyyətlə mən bir il ərzində bu beynimdə bu fikir vardı ki, mən oraya getmək istəyirəm və axır ki bir qərar verilib. Maşınla da getmək olar, turla da getmək olar. Mən tur seçimi elədim. Niyə? Yəni maşınla yorucudur. Təqribi 500 kilometr yol. Təqribi 6 saatlıq yol. Yəni plus minusu. Və bildiyim kimi, yəni yollar hələ ki tam hazır deyil. Ola bilsin hardasa, nə bilim, daşlı, qumlu falan. Yəni maşına yazğın gəlib, plus yorğunçuluq falan. Yəni tur seçim elədim. Turların qiyməti ilk öncə fikirləşmək olar ki, biraz bahaçılıqdır. Amma o biri tərəfdən yəni məncə normaldır. Elə bir 45-55 manat arasında fərqlənir. O da nə bilim səhər yeməyi daxildir yoxsa yox. Nə bilim axşam çay süfrəsi olur yoxsa yox, yəni ondan fərqlənir. Amma yəni nəzərə alın ki, yəni bu turda, yəni bax mən gedirəm, mən bilmirəm nəyi harda yerləşir. Amma tur belədir ki, yəni səni yəni avtomatik aparır lazım olan nöqtəsinə. Buna görə yəni rahatlıq üçün mən tur seçdim. Sonra turun rahatlığı, yenə turları mən reklam eləmirəm. Sadəcə bax, misal üçün Qarabaxa getmək üçün xüsusi icazə lazımdır, belə deyim. Portalda qeydiyyat deyirlər ona. Yəni biri var, mən harasa yenisi yazayım, müraciət edeyim falan, amma tur hamısı özü həll edir. Bu baxımından rahatdır. Əlavə də qeyd edeyim ki, yəni nəsə belə söz-söhbətləri gedir ki, kimin krediti var, Qarabaxa güya buraxmırlar. Yəni bu yalan bir söhbətdir, yalan bir temadır. Yəni fərqi, yəni indi onsuz belə zamanədir ki, yəni hər ikinci adamın nəyəsə krediti var. Bank olsun, telefon olsun, maşın olsun falan falan. Yəni ona görə hamısı yalan söhbətdir, narahat olmuyor. Yəni krediti olanı da gedə bilər, mənim də kreditim var, mən də rahat gedirəm, yəni. Əskərən qalası. Asfalt böyle siz gidelim. Arkadaşlar verin.
Şimdi ha? Bir balaca çay var. İstəyirlər. Bu da hiç düzgün değil. Belə olmalıdır. O güzelliğe bakıyor buranın. Oradan da. Salam dostlar. Hal-hazırda Şuşa şəhərindəyik. Qısa bir məlumat. Bura gəlmək üçün Azərbaycan vətəndaşlığı olmalıdır. Bura gəlmək üçün xüsusi qeydiyyat olmalıdır. Bura gəlmək üçün səbir lazımdır, istək lazımdır, yolu uzaqdır. Bakıdan bura 6 saat, 7 saat hələ belə yolda görsün ki, ora düşdüm, bura düşdüm. Yerlər var, qəşəng yerlər var. Məsləhətdir. Özümüzlə əvvəlcədən marketdən, sudan, nəsə yeməyə, şirniyyat falan götürün. Mağazalar çox azdır. Şəxsi maşında yollar var, hansı hələ ki tikilməyib. Bunu da nəzərə alın.